Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 17 Ekim 2025 Cuma, Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugünkü notlara baktığımda hem bir kutlama hem de bir anma günü olduğunu görüyorum. Vatan Muharebesi'nin 5. yıl dönümüyle ilgili sanırım ikisi de. Bəli, Özlem xanım, bu çox önəmli bir gündür. Füzuli şəhərinin işğaldan azad edilməsinin 5-ci il dönümüdür. Deyaz xəbər verir ki, bu 44 günlük Vətən müharibəsinin ən çətin döyüşlərindən sonra əldə edilmiş böyük bir zəfəridir. Prezident İlham Əliyev də sosial media hesablarından il dönümünü təbrik edib. Ne mutlu ama aynı zamanda hüzünlü bir gün. Yine aynı tarihte Gence'ye korkunç bir saldırı düzenlenmişti. Təəssüf ki, elədir. 5 il əvvəl 17 oktyabr gecəsi Ermənistan Gəncə şəhərini raket atəşinə tutdu. Bu hücum nəticəsində 16 mülki şəxs həyatını itirdi, 55 nəfər isə yaralandı. Bu, müharibənin ən böyük hərbi cinayətlərindən biri idi. Zafer ve acı bir arada. Unutmamak, unutturmak lazım. Dış siyasete geçelim notlarından. Azerbaycan-Fransa ilişkilerinde bir yumuşama var galiba. Cumhurbaşkanı Aliyev, Fransa'nın yeni büyükelçisini kabul etmiş. Bəli, Prezident İlham Əliyev Fransanın yeni Bakı səfiri Sophie Lagut'un inamnaməsini qəbul edib. Pardon Ali, inamname ne demek? Bizdeki itimatname yani güven mektubu mu? Bəli, tam olaraq o deməkdir, güvən məktubu. Görüş zamanı Prezident iki ölkə arasındakı anlaşılmazlıqların artıq keçmişdə qaldığını bildirib. Bu xəbərin mənbəyi Azadlıq Radyosudur. Onda qeyd edelim ki, daha müxalif bir media orqanıdır. Anladım. İlişkilerde yeni bir sayfa açılıyor demek ki. Şimdi biraz iç gündeme bakalım. Savunma Bakanlığı'na bağlı bir tesiste bir gözaltı haberi var. İstirahat Evi Müdürü yazıyor notta. Bu bizdeki gibi dinlenme tesisi, askeri kamp gibi bir yer mi? Bəli, tam olaraq dinlənmə təsisidir. Müdafiə Nazirliyinə bağlı bir təsisin müdürü həbs edilib. Meydan TV-nin xəbərinə görə rəsmi səbəb açıqlanmasa da bunun nazirlikdə aparılan korrupsiya istintaqı ilə bağlı olduğu düşünülür. Bildiyiniz kimi Meydan TV də tənqidi xəbərləri ilə tanınır. Anladım. Bu yolsuzluk operasyonları epeydir gündemde. Şimdi notlarındaki en ilginç habere geliyorum. Ülkenin ilk kazinosu açılıyormuş. Hem de Nardaran gibi muhafazakar bir kasabanın yanına. Bu biraz, nasıl desem, ilginç bir tezat oluşturmuyor mu? BBC Azəmin xəbərinə görə qazino iş adamı Emin Aqalarova məxsus istirahət mərkəzi layihəsi çərçivəsində inşa edilir. Əlbəttə ki, Nardaran kimi mühafizakar bir qəsəbənin yaxınlığında olması cəmiyyətdə modernləşmə və ənənəvi həyat tərzi mövzusunda müzakirələrə səbəb olub. Olur tabii. Bizde de olsa epey konuşulurdu. Ali, dün konuştuğumuz bir konu bugün yine notlarında var. Gazze'ye gönderilmesi planlanan istikrar gücü için Azerbaycan'ın adının geçtiğini dün de konuşmuştuk. Bugün de Meydan TV'de yer almış sanırım. Bəli, bu iddia beynəlxalq mətbuatda müzakirə olunmağa davam edir. Azərbaycanın Əfqanistan və İraqdakı sülhməramlı missiyalardakı təcrübəsi onu bu rol üçün əsas namizədlərdən biridir. Anladım. Son olarak yine Meydan TV kaynaklı bir STK davası haberi var. Hükümete yakın isimler de hibeleri alırken davaların sadece muhaliflere açıldığı yönünde bir eleştiri var. Bəli, tənqid odur ki, xaricdən qrant almasına baxmayaraq, cinayət işləri yalnız hökumətin xoşuna gəlməyən şəxslərə qarşı açılır. Bu da hüququn seçici tətbiq olunduğu iddialarını gücləndirir. Adaletin herkese eşit uygulanması en temel prensip tabii. Ali, bugünkü yoğun gündem için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem xanım. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.